mənim bir müəllimim deyirdi ki, insan, ağıllı insan yaxınlarının, dostlarının, qohumlarının güclənməyini istəyər, zəifləməyini yox. Ona görə ki, sənin dostların, yaxınların, qohumların, səni tanıyan insanlar güclənəndə sənə bunun faydası dəyəcək. Necə? Sənə dəstək olacaqlar? Yox. Ən azı sənə ziyan dəyməyəcək onlardan. Ən azı onlar səndən borc pul istəməyəcəklər. Ən azı budur da. Buna görə sən sevinməlisən. Başqaları, yaxınların, dostların, qohumların güclənsinlər, inkişaf eləsinlər. Bax, ən vacib birinci məqam budur. Cəmiyyətdə faydalı olmaq üçün mən dayanmadan özümü inkişaf elətdirməliyəm. Çünki bayaq dediyim kimi zəif insan cəmiyyətə daha az faydalı olur, bəlkə hətta ziyanlı olur.